Qərbi Azərbaycan kəndləri. Avdallar kəndi. Kənd İrəvan quberniyasının İrəvan qəzasında Ellər rayonu ərazisində yerləşib. Bu bölgədə tarixən Azərbaycanlılar yaşayırlar. Sonralar ermənilərin, kürdlərin və aysorilərin məskunlaşma prosesi gedib. Bununla belə 1830-1930-cu illər arasında bölgədəki 68 kəndin yarıdan çoxu Azərbaycanlılara məxsus oldu. 1918-ci ildə ermənilərin Qərbi Azərbaycan ərazilərində törətdikləri qırğınlar zamanı ən çox zərər görən İrəvan qəzası oldu. Buradakı bütün Azərbaycanlı yaşayış məntəqələri daşnaqlar tərəfindən dağıdılıb, əhalisi pərən-pərən salınıb. O zaman Türkiyədən gətirilən minlərlə ermənini həmin kəndlərdə yerləşdiriblər. Qırğınlardan sağ çıxan Azərbaycanlılara isə sonradan bir də geri dönməyə imkan verməyiblər. Bu minvalla 1914-cü ildə 200 nəfər soydaşımızın yaşadığı Avdallar kəndini də erməniləşdiriblər. 1946-cı ildə bu qədim yurt yerimizin adını da dəyişərək Hatsavan qoyublar. Qərbi Azərbaycan kəndləri.